bütün qardaşlara tövsiyə edirəm ki, qadınlara qarşı üzərlərinə düşən haqları yerinə yetirsinlər. Qadın demişkən bütün qadın türləri, istərsən anan, istərsən qızın, istərsən bacın, istərsən zövcən, üzərinə düşən haqlarını yerinə yetirginən, onlara qarşı haqsızlıq etməklə. İmam Buxarinin və Müslimin Əbu Hureyradan rivayət etdiyi hədisdə gəlir. Bir kişi gəlir Muhammed sallallahu aleyhi ve sellemin yanına, deyir ki, ya Resulullah, üzərimdə ən çox haqqı olan kimdir? Resulullah sallallahu aleyhi ve sellem deyir ki, anandır. Çünki analar, əziz qardaşlarım, bütün kişiləri, bütün cəsarətli kişiləri, həqiqi mənalı kişilərin hamısını tərbiyə edən qadınlardır. Əsl qadınlardır. Bir kişi ortaya çıxıb cəsarətlə tanınıbsa, bir kişi ortaya çıxıb səxavətlə tanınıbsa, bir kişi ortaya çıxıb elmi ilə tanınıbsa, buna səbəb olan onun anasıdır. Çünki analar da insanlar kişiləri tərbiyə edənlər. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, sənin üzərinə ən böyük haqqı olan anandır. Deyir, ya Resulullah, sonra kimdir? Deyir, anandır. Deyir, ya Resulullah, sonra kimdir? Deyir, yenə anandır. Gərək hər bir müsəlman, əgər anası sağdırsa, onun xidmətində dursun. İstər anası müsəlman olsun, istər kafir, fərqi yoxdur. Ana hüququ kişinin üzərindən heç bir vaxtı düşmür. Heç bir vaxtı. Elə bir hal yoxdur ki, İslam dinində ananın və atanın hüququnu kişinin boynundan atsın. Hüquqlar mərtəbə elədir. Mən bütövlük hüququ nəzərdə tuturam. Allah Teala buyurur Loğman surəsində: "Və in cahadaka ala an tushrika bi ma laysa laka bihi ilmun fala tuti'huma." Deyir, onlar səni, valideynlərin səni mənə ortaq qoşmağa vadar edərlərsə, fala tuti'huma. Onlara bu şeydə qulaq asma. Bu şeydə onları dinləmə. Və sahibhuma fid dunya ma'rufa. Onlarla dünyada gözəl davran yine. Eyni ayətdir. Zövcən oldu mu? Zövcənlə gözəl davran yine. Haqqını tələb elə, haqqını da verginən. Haqsızlıq etməklə. Allah Teala Nisa surəsinin 19-cu ayəsində buyurur: "Və aşiruhunna bil ma'ruf." Zövcələrinizlə gözəl davranın. Gözəl davranın demək, yəni hər hansı bir haqqı tapdalamaq nəzərdə tutulmur. Yəni bəzən elə başa düşməsin ki, möminət qadınlar ki, kişi zövcəsinə nəyisə əmr eləyib və yaxud qəzəblənə bilməz və yaxud üstünə çığıra bilməz. Əgər səbəblər varsa bunu vadar eləyən, bunu etməsi pis davranmaq demək deyil. Çünki kişi bəzən elə davranır ki, onun arxasında qadını islah etmək nəzərdə tutulur. Nə olursa olsun kişidən tələb olunan zülm etməməkdir qadına. Haqqını gözəl şəkildə yerinə yetirməkdir. Peyğəmbər sallallahu aleyhi ve sellem sahih hədisdə buyurur, Buxarda, Müslimdə gələn hədisdə: "İstausu bin nisai xayra." Qadınlarla gözəl davranın. Gözəl davranmağa daxildir qadınlara tövsiyə eləmək. Bu qadının kişinin üzərində olan haqlarındandır ki, kişi qadına daima tövsiyə eləməlidir. Həddini aşdığı yerdə oradan onu geri qaytarmalıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, İmam Tirmizinin rivayət etdiyi hədisdə, həmçinin İbn Məcənin, Albani hədisi səhihləşdirir. Muhammed sallallahu aleyhi ve sellem buyurur: "Xayrukum xayrukum li əhlihi və ana xayrukum li əhli." Sizin ey müsəlmanlar, ən xeyirli olanınız ailəsi üçün ən xeyirli olanınızdır. Mən də sizin ailəm üçün ən xeyirli olanınızam. Ona görə əziz qardaşlarım, burada bir önəmli bir şeyə toxunmaq istəyirəm. Həqiqətən, gerçəkdən bu şey, yəni qəlbimdə mənim biraz narahatçılıq törədir. O da odur ki, bəzi kişilər var, evlərində aslana dönürlər. Çığır, bağır salmaq, əmr etmək, qadağan etmək, qəliz davranmaq, amma qırağa çıxdıqda başqa qadınlarla quzu kimi olurlar. Bu, böyük müsibətlərdən biridir. Əgər bir qadınla gözəl davranılasıdırsa, zövcən ən çox haqlı ona zövcəndir. Bu xələldir, əziz qardaşlarım. Əsl kişi odur ki, hər haqq sahibinin haqqını yetəri şəkildə versin. Bu gerçəkdən bu şeyi mən həm müşahidə olmuşam, bunları bəzilərində görmüşəm və bunu daha çox eşitmişik. Evdə görürsən kişi sərtdir, göbutdur, amma qırağa çıxdıqda quzu kimidir.
sakit, gözəl danışır. Evdə təbəssüm etməyən adam naməhrəmlərin içində görürsən heç ağzı yumulmur, təbəssüm eləyir. Ona görə tələb olunan şeylər bizdən başda iki şeydir. Haqqı bilmək birincisi, kimin sənin üzərində haqqı var, onu bilginə. Öyrən. Çünki bilmədiyin haqqını verə bilməyəcəksən. Birinci öyrən, kimin haqqı var və nə cür haqqı var. İkincisi də onu əda etməyə çalış kimin. İxlasla.com saytı tərəfindən təqdim olundu.